Herkese salam, kanalıma və yeni videoma hər biriniz xoş gəlmisiniz. Yağışlı bir gündən hər kəsi salamlayıram. Səhər-səhər işə gedirəm, yağış yağır və bir neçə dəqiqənin içərisində maşına minən arada islanmağı bacardım. Yəqin ki, çantamdan görürsünüz ki, hər tərəfim su olub. Gəldim, çıxdım, demək olar ki, məktəbə çatıram artıq. Əslində bugün düşünürdüm ki, yoldaşım da yoxdur evdə. Necə olacaq, maşınsız necə gedəcəm. Amma şükür Allaha işim yaxşı getdi, rahat getdim, çıxdım. Həm kənddən çıxan kimi maşın oldu, həm də ki bu tərəfə maşın tez oldu. Yolda demək olar ki, gözləmədim. Elə çıxan kimi maşınlar rast düşdülər. Elə gəldim. Məktəbə az qalıb artıq. Bu yolu da xeyli yolu gətirdilər. Harasa işləməyə gedən işçiləri idi, onların avtobusu ilə gəlmişəm. Sağ olsunlar. İslanmayayım deyə bura qədər gətirdilər. Daha artıq az yol qalıb məktəbə. Həqiqətən də kənd cəmaatının bu işi, ürək yumuşaqlığı deyək, çox yaxşıdır. Şəhərlərdə belə şey çox da olmur. İnsanlar bir-birlərinə yaddılar, amma kənddə hamının tanısa da, tanımasa da bir-birinə canı yanır. Burada keçi var. Baxın, nə qəşəngdir. Bir dənə bu gölməçələr olmasa, kəndin yolu yaxşı olsa daha gözəl olar. Amma hər tərəf gölməçədir, hər tərəf belə su birikintiləridir. Yağış da dayanmadan yağır. İndi gedim, çıxım məktəbə. Bugün məktubum var. İstəyirəm məktəbdən qaydanda məktubumu da alım poçtdan. İndi zəng elədim. Düzdür, əslində hələ poçta açılmamışdı, yəqin ki. Düşünürəm ki, tezdir poçtun açılmağına görə. Zəng elədim. Poçta işləyən işçi də dedi ki, işdə deyiləm. Sonra günorta işdə olacam. Yəqin ki, mən qaydanda açıq olar, məktubumu da alaram. Çünki çoxdan da gözləyirəm o məktubu artıq gəlsin deyə illallah elədiyim məktubdur. Hələlik burada söndürürəm, davam edəcəm inşallah. Bundan əvvəl yolda çəkilən kadrlar bir qədər əsərək düşüb. Çünki yolda yeriyə çəkmişəm və fikir verməmişəm o anda. Amma yenə də danışırdım deyə əlavə elədim. Bunlar da uşaqların gətirdiyi yasəmənlər idi. İşdən çıxdım, gəldim poçta. İndi zəng eləmişəm. Dedi ki, 2 dəqiqəyə gəlirəm. Məktubumu alacam. İnşallah gedəcəm. Bir dənə bu ağacın böyüklüyünə baxın. Və budur, gəldi çıxdı mənim məktubum. Uzun zamandır ki, gözləyirdim bunu. Axır ki, bilmirəm, maşından səsindən səsim gəlirmi, yoxsa bunun üstündən səs yazacam mı? Məktubum Google'dan gələn. İçində kodum var, həmin kodla mən yaşayış yerimi YouTube üçün təsdiq edəcəm. Və budur, evə çatan kimi sevincək məktubumu açdım. Kodu göstərmək olmaz, ona görə həmin hissəni tutmuşam barmağımla. Çörək pişiririk. Bax görək, çörəyimiz nə vəziyyətdədir. Necə bişib deyəsən. Və qoyduq bura. Mən gələndən sonra qaynanam xəmir yoğurmuşdu, çünki çörəyimiz bitmişdi və günortadan sonra çörək də bişirdik. Həmin kadrlarda çəkmişəm. Artıq havalar nisbətən isindiyinə görə, düzdür, çöldə yağış yağır, adam üşüyür çöldə, amma yenə də əvvəlki kimi soyuq olmadığına görə çörəyi çöldə saxlamaq olmur. Biz adətən birazca soyuyandan sonra, yəni hələ də isti vaxtında doğrayıb qoyuruq soyuducunun buz hissəsinə ki, tez xarab olmasın.
Bir müddətdən sonra sanki drojun iyi gəlir, içərisi yapışqanlaşır, yemək olmur. Yerin bu vəziyyətini isə evində uşağı olan hər kəs başa düşə bilər. Çünki bunları gün ərzində neçə dəfə yığışdırsan da yenə eyni vəziyyət yaranır. Amma yerdə çörək qırıntıları, peçeniya qırıqları falan var idi. Ona görə onları təmizləmək lazım idi. Mən də dedim oyuncaqları yığım, sonra gətirim, evi tozsoranlayım, təmizləyim birazca. Oraları isə çəkmədim. Daha doğrusu yadımdan çıxdı. Çünki bəzən mən vlog başlayıram və yadımdan çıxır ki, mən həmin gün vlog başlamışam. Yəni gün ərzində nələr olursa onları çəkmək yadımdan çıxır. Bir müddətdən sonra deyirəm ki, ayda mən bugün vlog başlamışdım, mən çəkiliş eləyirdim, bəs bu qədər iş gördüm, çəkmədim, qaldı. Ona görə əlimdə kadr az olur. Daha sonra başladım kitab oxumağa. Bu kitabı da alıb gətirmişəm. Uşaqların əlindən imkan tapa bilmirəm ki, mən bu kitabı oxuyum. Qalın da bir kitabdır, bilmirəm neçə ilə qutaracam mən bu gedişlə. Amma yox. Kitabın içində şəkillər çoxdur, ona görə ilə yox. Yəqin ki, dərs ilinin axırına qədər mən bunu qutararam. Yəni, iyuna qədər qutararam yəqin ki. Və aparıb kitabı qaytararam. Geri kitabxanaya heç qaytarmağım gəlmir. Çox istəyirəm bu kitabı, çox bəyənirəm bu kitabı. Amma məktəbdən almışıqsa geri qaytarmalıyıq təbii ki. Çox maraqlı kitabdır mənim üçün bu və uşaqlığımın da sevimli kitabı olub. Mən bu kitabı kitabxanada oxuyurdum adətən. Heç kitabxananın qapısından çıxarmağa bizim məktəbin kitabxanaçısı icazə vermirdi. İndi isə evə gətirib rahat-rahat çayımı içə-içə oxuya bilərəm. Bircə oğullarım qoysalar oxumağa. Axşamlar istəyirəm ki, götürüm birazca oxuyum, amma axşamlar da o qədər yorğun oluram ki, uşaqları çox çətinliklə yatdırıram. Yatdırandan sonra da özümün belə enerjim olmur ki, gətirim birazca kitab oxuyum, yoruluram, ancaq artıq istirahət eləmək istəyirəm özümdə. Bir yandan sevinirəm ki, bu yayda heç bir imtahanım yoxdur. Yəni MİQə və yaxud da sertifikasiyaya bu yay düşmürəm. Hal-hazırda işlədiyim məktəbdə 3 ilim tamam olmadığına görə MİQ imtahanı verə bilmirəm və sertifikasiyada analıq məzuniyyətindən qayıtdığımın 1 ili tamam olmadığına görə sertifikasiyada iştirak edə bilmirəm. Bunlar bir yandan məni üzdü, çünki istəyirdim ki, vaxtında imtahanımı verim. Çünki hazırlaşmışdım, ilin müəyyən bir hissəsini dərs oxumuşdum. Yəqin ki, əvvəlki vloglarımda görmüşdünüz, dərs oxuyurdum, hazırlaşırdım, test işləyirdim. Amma gecələr hazırlaşa bilirdim yalnız. Çətin idi. Amma sonra qərar çıxdı ki, daha doğrusu öyrəndim ki, belə bir qərar var ki, mən iştirak edə bilməyəcəm həmin qərara görə. Bir yandan rahatladım, dedim ki, belə çətinliklə oxumaram, gələnlə oxuyaram. Amma bir yandan da gələnlə qalması, belə deyim, yəni düşünürdüm ki, artıq yaxınlaşır imtahan, imtahanı verəndən sonra rahat olaram. Ancaq indi hələ qarşımda böyük bir il var ki, mən həmin imtahana hazırlaşmalıyam. Çox çətindir, mənim üçün çox çətindir imtahana hazırlaşmaq. Həqiqətən çox yoruluram, vaxt tapa bilmirəm və bu az vaxtın içərisində çox material oxumaq, çox şey öyrənmək. Əsas da ki, ixtisas məni nəsə çox da qorxutmur, amma kurikulumdan yazmaq çox qorxudur məni. İnşallah yaxşı olar, inşallah ki, imtahanımı yaxşı verə bilərəm. Ümumiyyətlə, izləyicilərim arasında da imtahan verəcəklər varsa, hər birinizə uğur arzulayıram. İnşallah yaxşı keçər imtahanlarınız, inşallah bütün niyyətlərinizə, arzularınıza çatarsınız. Eyni zamanda da mən arzularıma çataram, yəni MİQ və sertifikasiyadan yüksək balla keçərəm inşallah. Stolumuzun üstündəki yasəmənlərə baxın bir dənə, nə gözəldilər. Düzdür, biraz soldular artıq. Qaynanam qonşudan gətirmişdi. Bir həftə olar bəlkə də evdədirlər. Çox qəşəngdir. Çox sevirəm görüntüsünü də, ətrini də. Önümdə istəyirəm ki, maska eləyim. Burada bir-iki dənə şey var. Birinci bunları götürüm, paltarları. Bu otaq haqqında keçən dəfəki videoda yorumlar çox gəlmişdi ki,
o otağa, yəni qonaq otağına bu yorğan döşəyin burada olması yaraşmadı. Haqlısınız, sizinlə tamamilə razıyam. Bura qoyum danışım, sonra götürərəm. Tamamilə razıyam sizinlə. Həqiqətən də bu otaqda, yəni qonaq otağında belə bir otaqda bunun yeri yoxdur. Amma bizə hal-hazırda ən doğru belə gəldi. Çünki biz qonaq kralı bir evik. Bizdə çox vaxt qonaq olur və yorğan döşəyə ehtiyacımız var. Yəni bunları buradan ümumiyyətlə bu evdən götürə bilmirik. Və götürə bilmiriksə də bizə uyğun olan bir yerə qoymalıyıq. Digər otaqda da, məsələn, bax bu iki mebeli qoyduğumuz hissədə güzgü ilə yanındakı tumbaları, bunlar kravatın, taxt kravatının yanlarındaydı. Bu da otağımızdaydı. Yəni güzgü normal istifadə edirdik. Bunları oradan götürməli olduq, çünki kravat qoymalıyıq və uşaqlar böyük deyillər, balacadırlar, hələ ayrı yata biləcək kimi böyüməyiblər, yəni. Ona görə biz bu kravatı öz otağımıza qoymalıyıq, yəni yeni alınacaq kravatı öz otağımıza qoymalıyıq, uşağın kravatını. Elə olanda da bunlar oradan çıxmalıdır, çünki yer yoxdur. Videoda geniş görünür, çünki bunları götürmüşük, ona görə geniş görünür. Yer yoxdur, yəni orada. Bu yükün də burada olması, ona görə bura gətirib qoymuşuq ki, həm biz bu otağı istifadə eləmirik. Baxın, burada nə qədər belə stol olsa da, qonaq otağı deyilsə də bura, biz qonaqlarımız gələndə çox vaxt demək olar ki, həmişə burada otururuq. Baxın, burada da divan var, stol var. Yəni qonaq otağı kimi buranı istifadə edirik. Bura içəridə bir yer qalır. Yəni bunu bizdən başqa heç kəs görmür. Nə qədər bu otağa yaraşmayan görüntü olsa da, o yerdə haqlısınız, düzdür. Qonaq otağı üçün belə yükün qoyulması uyğun gəlmir, amma yəni bizim üçün hal-hazırda rahatlığımız üçün belə daha uyğundur. Digər otaqlara qoya bilmirik. Çünki digər otaqlarda birində qaynanam qalır və həmin hissədə şkafı var, peç var. Ora qoya bilmirik. Daha darısqallıq yaradır. Birində dediyim kimi uşağın kravatını qoyuruq, biz qalırıq. Başdakı otaqda 2 dənə kravat var artıq. Və qonaqlarımız gələndə oradakı kravatlardan istifadə edirik. Aparıb yorğan döşəyi üstünə yığa bilmirik. Daha dağınıqlıq olur belə olanda. Yəni yorğan döşəyi gecə olanda töküb səhər yığmağa daha çətin olur bizə. Ona görə beləsini daha uyğun gördük. Əsas olan odur ki, bizim üçün də, yəni bu evdə yaşayan insanlar üçün də daha uyğun olan olsun. Yəni məcbur deyil ki, Instagramdakı kimi, o gördüyümüz şəkillərdəki kimi mükəmməl evlərimiz, mükəmməl yaşayışımız olsun. Buradan buna açıqlama vermək istədim. Məsləhətləriniz üçün hər birinizə təşəkkür edirəm. Fikirlərinizə görə hər birinizə təşəkkür edirəm. Bilirəm, hər biriniz gözəl şeylər arzuluyursunuz, yaxşılığını arzuluyursunuz. Gözəl görmək istəyirsiniz. Gözəl görən gözlərinizdə var olsun. Yəni belə, buna açıqlama vermək istədim. Buradan bu otağa girib, elə girmişkən dedim ki, açıqlamanı da verim. Bu qədər. İndi gedim də özümə maska eləyim. Uşaqlar da yatıblar. Bundan istifadə etmək lazımdır fürsətdən. Maskanı da nə eləyəcəm? Ayırıb qoymuşam hazır. Bu köpüklənən maska olmalıdır. Eləyək görək necə olur. Bugünlük bu qədər. Vlogu burada yekunlaşdırmaq istəyirəm. Ancaq yekunlaşdırmamışdan əvvəl sizlərdən yenə də bir xahişim var. Xahişim isə ondan ibarətdir ki, videonu bura qədər izləmisinizsə və bəyənmisinizsə videoya bir like atmağı unutmayın. Yorum yazsanız çox-çox sevinərəm. Hər birinizin yorumlarını sevərək və ürəkdən sevinərək oxuyuram. Hər birinizin yorumları, düşüncələri mənim üçün çox qiymətlidir, çox dəyərlidir. Və bir də kanalıma hələ də abunə deyilsinizsə, abunə olsanız məni çox sevindirərsiniz. Bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hər birinizi çox sevirəm. Hələlik.